Salam dəyərli izləyicilər. İsmayıllı rayonunun Günəşli qəsəbəsindəyik hal-hazırda. Modul tipli xəstəxanadan 750 metr məsafədəyik. Yerin məsafəsini və təxmini izah elədim sizə. 11 sot torpaq sahəsidir. Gördüyünüz bu torpaq sahəsi 11 sotdur və üzərində 2 mərtəbəli bir tikili var. Gəlin ilk növbədə bir dənə bu torpağın sərhədlərindən müəyyənləşək. Ondan sonra keçərik evin təqdimatına. Bu gördüyünüz nöqtədən etibarən, yəni o tumbana baxın, hasardakı. Oradan axıra qədər, yəni o kollara qədər. Və belə düz şəkildə 11 sot torpaq sahəsidir, sənədli çıxarışlı, evin də çıxarışı var, satışa çıxarılıb. Həyətində meyvə ağacları da var. Su, belə su axır buradan daima. Əlavə olaraq dövlət xətti də var. Qazı, işığı, telefon xətti də ki öz yerində. Bura yaxın müddətdə, yəni qısa müddətdə bütün yolları da asfalt olacaq. Və belə gördüyünüz 2 mərtəbəli bir evdir. Amma təmirə ehtiyacı var, düzdür. Tam təmirsiz də deyil, təmirli də deyil. Girək içəri, mən sizə onu ətraflı göstərim. Birinci mərtəbədən evə daxil oluruq. Belə bir geniş bir boş zal bizi qarşılayır. Buranı gələcəkdə mətbəx kimi də eləyə bilərsiniz. Və yaxud da aşağı mərtəbədə qonaq otağı kimi yayda vaxtınızı keçirmək üçün. Bura qarajdır. Qaraj da birbaşa açılır küçəyə, yola. Darvaza da ayrıca var. Burada qarajdan girişdir. Qarajdan da belə daxil oluruq evə. Bura mətbəx kimi istifadə olunub, amma müvəqqəti olaraq mətbəx kimi istifadə olunub. Uzun illərdir burada yaşayış olmadığı üçün hal-hazırda belə görünür, baxımsız formada. Evin perimetr boyu cüt daşla tikilib. Yəni, karkas sağlamdır. Sadəcə olaraq evin içində təmirə ehtiyac var. Buranı məsələn doldurub, döşəmə eləyib, ya otaq eləyə bilərsiniz, ya da elə mətbəx kimi də saxlaya bilərsiniz. Hamam otağı və sanitar qovşağa baxın. Və biz davam eləyək ikinci mərtəbənə. Buyurun, siz qalxın, mən də gələcəm. İkinci mərtəbə ümumilikdə 4 otaqdan ibarətdir. 3 yataq otağı, 1 qonaq otağı. Bu gördüyünüz hissəsi qonaq otağıdır və otaqlarla bir-bir tanış olun. Bütün otaqlar ilkin işıqlıdır, yəni hamısının pəncərəsi var. Pəncərə də açılır həyətə. Buyurun. Sonuncu otaqla da tanış oldunuz. Burada vaxtı ikən eyvan hazırlamaq istəyiblər, amma yarımçıq qalıb. Belə, dəyərli izləyicilər, ətraflı məlumat almaq üçün qeyd olunan nömrələrdən əlaqə saxlaya bilərsiniz. Bizi bəyəndiyiniz üçün, izlədiyiniz üçün hər birinizə minnətdarıq. Kanala abunə olun, növbəti təqdimatlarda görüşənə qədər. Ümumi dəyəri də 68.000 manatdır. Hər kəsə bol şans.